Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Cobran Xəlil Cobrana bir baxış 3-cü hissəsini başlayırıq. Biz xatirinizdə olsaydı Təlaidar Heyran kitabından bir para nağıllar sizlərə oxuyurduq. Təlaidar yəni qabağa düşən. O ki qabağa düşür. Bu nağılı ki mən oxuyacağım sizə, nağılın adı Aslan Qızdır. Deyirlər ki, 4 bəndə var idi, ya bərdə var idi. Bunlar bir mələkəni yelləyirdilər dərbarda. Mələkə də təxtinin üstündə yatmışdı. Bu mələkənin qucağında bir pişik var idi ki, bu bəndələrə ya bərdələrə ki, mələkəni yelləyirdilər, nifrətlə baxırdılar. Birinci bəndə yoldaşlarına deyir, bu mələkə yatanda nə çirkin olur. Baxın, görün, dodaqları necə süsləşib. Nəfəsi elə gəlir eşiyə ki, elə bir şeytan bunun boğazından yapışıb. Pişik miyu deyib, deyir ki, mələkənin pisliği yatan vaxtı sizin pisliğinizdən o zaman ki siz oyaqsınız və onu pərəstiş eləyirsiniz, ondan üstün deyil. Sonra ikinci bəndə deyir, çox əcibdir. Yuxu bunun qiyafəsini gözəl eləməyib ki, heç bunun pisliğini, çirkinliğini də çoxaldıbdır. Şübhəsiz bu bir yuxu görür, bir qorxulu yuxu görür. Pişik deyir, nə olardı ki, siz də yatardınız, öz azadlığınızı yuxuda görərdiniz. Üçüncü bəndə yoldaşlarına deyir, mənim üçün çox aydın açıqdır. O yuxuda öldürdüklərindən karvanlarını, onları ki öldürdürüb, onların karvanlarını bu yuxuda görür. Onları ki zülümlə öldürübdür. Pişik miyu eləyib, gənə bunlara deyir, düzdür. O yuxuda sizin dədə-babalarınızın və nəvələrinizin karvanlarını görür. Hələ nəvələri ki olmayıblar, olacaqlar, mələkənin əli ilə öləcəklər. Sonra 4-cü bəndə sözə gəlir, danışır. Siz nə qədər axmaq adamsınız, bir mələkədən danışırsınız ki, o yatıbdır. Ondan danışmaq bizə nə xeyri var? Məyər ondan danışmaq bizim ayaq üstə durmağımızı, onu yelləməyimizi azaldacaqdır. Pişik gənə danışmağa başlayır. Oturub mələkənin qucağında bir roşən fikri kimin, bir açıq fikirli kimin danışır. Düzdür, şübhəsi yox. Siz qiyamətə kimin mələkəni yelləyəcəksiniz. Niyə ki, o sizin etiqadınızda həm yerdədir, həm göydədir. Öləndən də sonra ona bir mərqədi, bir barqahi düzəldəcəksiniz. O ləhzə mələkə yuxuda bir hərəkət eləyir. Tacı düşür yerə. Bəndələrin birisi deyir ki, bu tacın yerə düşməyində nəhsilik var. Pişik miyu eləyir, gənə bunlara deyir. Bir ərəbdə bir məsəl var, məsaibu qavmin ində qavmin fəvaidu. Bir qovmun müsibətləri mümkündür, o birisi qovma faydalar çatdırsın. Pişik bunu deyir. İkinci bəndə yenə də sözə gəlir.
Əgər mələkə indi yuxudan dura, görə ki, bunun tacı düşüb yerə, bizim başımızdan nə oynatacaq? Allaha and olsun, bu mələkə bizim hamımızı öldürəcək. Pişik gənə ağzını açıb, miyu eləyib danışır. Ey axmaq adamlar! Siz o zaman ki doğulubsuz, o sizi öldürübdür. Doğulan gününüz ölüm gününüzdür. Siz onu bilmirsiniz. Üçüncü, bəndə sözü alır əlinə. Şübhəsiz o bizi öldürəcək və bu ölməklə tanrıların ibadətinə yaxınlaşacaq. Çünki bunu özünə bir kutsal, bir müqəddəs əmr görəcəkdir. Pişik gənə də sözə gəldi. Tanrılara qurbanı olmazlar. Məyər zəif adamlar, gücsüz adamlar, cansız adamlar. Qurbanlıq cansız adamlardan ötürdü. Gücsüz adamlardan ötürdü. Amma dördüncü, bəndə dostlarını, yoldaşlarını mələkənin barəsində danışmaqdan mən eləyir. Tacı aramcana götürüb mələkənin başına qoyur, elə tacı qoyur ki, mələkə yuxudan oyanmır. Yenə də pişik sözə gəlir. Böyük səsinə, uca səsinə bunlara deyir, mən həqiqəti sizə deyəcəyəm. Bu həqiqət budur. Düşən tacları təhcə bərdələr, bəndələr götürə bilərlər yerdən. Bir də qoyarlar mələkənin başına. Bir müddətdən sonra mələkə yuxudan durur. Yan göyrəsini əsniyərkən izləyir, bir baxır. Sonra bəndələrə ya bərdələrə üst tutub deyir, belə zənn edirəm ki, yuxuda 4 dənə milçək gördüm. Bu milçəyin dalısıca bir əxrəb düşmüşdü, bir böyük ağacın dövrəsində. Allah lənət eləsin belə yuxu ki, adamı incidir. Belə də yuxu olar. Xob, 4 milçək həman 4 bərdə idilər ki, mələkəni yerli idilər. Əxrəb də mələkənin özü idi. Mələkə yenə də gözlərini örtüb yatır. Bu dəfə xorhaxor səsi bunun dehlizi bürüyür. Bəndələr dördü də adətə sayaq başlayırlar mələkəni yelləməyə, sərinlətməyə. Pişik özünü saxlayanmır. Axırın sözünü bunlara deyir. Yelliyin, sərinlədin, ey kör adamlar, ey axmaq adamlar. Siz təhcə o adamın ocağını yerləyirsiniz ki, o alışacaq sizin hoviyyətinizi, sizin varlığınızı külə çöndərəcək. Sağ olasınız, gələn görüşə qədər.